Antalya'ya gələndə bu mənzərəni qaçırmamalıdırlar. Biraz külək, bu gözəllik və bir stəkan çay. Tarix dolu küçələr bu dəfə bizi dənizə aparacaq. Beləliklə yolumuza davam eləyək və Kaleçini bu dəfə dəniz istiqamətində kəşf eləyək. Çox gözəl dəniz mənzərələri var. Baxın, arxadan nə gözəl görünür. Möhtəşəm görüntüləri var. Dənizin havası çox sərindir. Dincəlmək üçün əsl gözəl məkanlardan biridir. Baxın necə yaşıllıqlar var. Hər tərəfi, bir tərəfdə arxada dəniz görünür. Kənarda yaşıllıqlar, hətta bu tərəfdə fəvvarə belə var. Baxın fəvvarə. Çox gözəl məkandır. Arxamda bir də dayı gözəl musiqi ifa eləyir. Çox gözəl mənzərədir və yolumuza davam edək. Kaleçindən birbaşa enəcəyimiz məkan isə mərmərli plyaj olacaq. Orada çox gözəldir, kiçik bir məkandır, amma çox gözəldir. Birazdan siz onu da yaxından görəcəksiniz. Qayaların arasında gizlənmiş kiçik bir çimərlikdir. Gözəl mənzərəsi var. Səhər tezdən və gün batımı vaxtı daha sakit və gözəl mənzərə yaranır burada. Deyim ki, mərmərli plyaj Antalyanın ilk şəhər plyajlarından biridir. Bura həm türklərin, həm də turistlərin sıxlıqla gəldiyi yerdir. Təbii ki, girişi də pulludur. Amma turistlər buranı çox sevir. Bəziləri gəlib burada çox qəşəng çimirlər. İndi sadəcə hava nisbətən isti olsa da hər halda çimmək üçün risk edib gələn yoxdur bura. Biz endik yat limanına. Baxın, belə məşhur yat limanıdır. Əvvələ balıqçıların sığınacaq yeri idi bu liman. İndi isə rəngarəng yaxtalar, gəmi turları və liman kafeleri ilə aşıb daşır. Baxın, belə gözəl bir mənzərəsi var. Burada da gəmi turları üçün bilet almaq üçün olan yerlərdir. Kassalar da yaxından çəkim. Baxın. Turlarda gəzmək istəyirsə qiymətlərini də sizə tanış edeyim. Başqa bir tarixi küçə ilə yuxarı doğru davam edəcəyik.
Taxıl müşteriyə baxaq, həm də dinlənmiş olar. Qiymətdən də yaxından baxsaq. 50 TL. 40 TL. 45 TL. Belə qiymətlər var. Bunlar da 40-50 TL arasında dəyişir demək olar ki. Burada 30 liradır. Bunu da sizə göstərmədən keçməyim. Hadi belə. Birləşib bura, asılır bu. Asılan bir şeydir. Biraz acayip varlıqlardır ama kreativ şeyləri sevənlər üçün gözəldir. Çantanın böyüklüyünə bax. Bunun içine ne yığacaklar ve bunu necə daşıyacaklar Allah bilir. Uzun gəzintiden sonra nəhayət ki kale içindən kənara çıxırıq. Baxın qarşımızda Antalyanın simvollarından biri saat kulesi var. Saat kulesini gördünüz mü? Artıq bu deməkdir ki kale içində səyahətiniz başa çatdı. Baxın bu da həm də bu kale içinin ikinci girişidir. Bir Hadiren qapısından girirsən, bir də burada saat gülləsi olan yerdən. Saat gülləsinin yanında bax bu cür gözəl oturacaqlar var ki, oturup orada dincələ bilirsən. Mən də uzun bir ərazini demək olar ki, piyada gəzdim və oturdum ki, biraz istirahət edim. Bura həm görüş yeri, həm istirahət nöqtəsi, həm də şəhərin ürəyidir. Əgər Kaleçindən başlayıb bura qədər gəlib çıxa bilmişsinizsə, sizi təbrik edirəm. Bu deməkdir ki, Antalyanın ruhunu yaşamış oldunuz. Növbəti videolarda görüşənədək. Hələlik.